9-cu sinifin 2-ci unitinə gəldik. Görək burada nə yazır. Deməli, concrete nouns barədədir. Konkret isimlər are physical things that we can see, touch, hear, etc. Yəni, konkret isimlər fiziki əşyalardır ki, biz onları görə bilərik, toxuna bilərik, eşidə bilərik və s. Hər hansı formada hiss edirik. Most nouns are concrete nouns. Bir çox isimlər konkret isimlərdir. For example, books, butterflies and cousins. Even invisible things including air, which can feel, and music, which we can hear, are concrete nouns. Hətta gözlə görməsək belə hər hansısa formada hiss ediriksə, məsələn, havadır. Bədənimizdən hiss edirik, musiqidir, qulaqlarımızdan duyuruq. Onlar da konkret isimlərdir. Ümumiyyətlə belə yazıda saxlayan ki, hər hansı bir isim təbiətdə, yəni musiqi nədir? Səs deməkdir də. Səs təbiətdə mövcud olan bir şeydir. Bir isim təbiətdə mövcuddursa, o konkret isimdir. Amma beynimizdə mövcuddursa, o mücərrəd isimdir. Yaxşı? Beynimizdə mövcud olan isimlər mücərrəddir. Hava bizim beynimizdə deyil, musiqi beynimizdə deyil. Xəyallar beynimizdədir, yuxular beynimizdədir, fikirlər, elm, düşüncə, arzular və s. Bunlar da bizim beynimizdə olan mücərrəd isimlər budur. Amma təbiətdə mövcuddursa, onlar konkret isim gedir. Concrete nouns are nələrdir? Living things, yəni təbiətdə yaşayan şeylərdir. Nouns that relate to people, animals, plants and other organisms. İnsanlara, heyvanlara, bitkilərə və digər orqanizmlərə aid olan şeylər, yəni canlı təbiətdə mövcud olan canlılardır. Places, məkanlardır. Nouns that relate to locations, yəni məkan, şəhər, ölkə, kənd, park, meşə və s. Material things, material əşyalardır. Nouns that represent things we can perceive through the senses, yəni hisslərimizlə hiss etdiyimiz əşyalardır. Not only physical objects such as furniture and statues, but also things like dances and noise. Yəni yalnız məsələn mebeldir, heykəldir, yalnız bunlar deyil. Həmçinin onlara rəqs aiddir, səs aiddir. Rəqs də təbiətdə mövcuddur da. Rəqs bizim beynimizin içində deyil ki. Rəqs biz bədənimizdən yerinə yetirdiyimiz şeydir. Yaxşımı? Yəni mücərrəd isimlər yalnız nədir? Beynimizdə olan şeylərdir. Abstract nouns, mücərrədlər, are nouns that refer to ideas, concepts, emotions, beliefs or phenomena such as intelligence, hate, fear or honesty. Yalnız görürsünüz beynimizdəki şeylərdir. Yəni beynimizdəki ideyalar, konseptlər, yəni düşüncələr toplusu, konseptdir. Emotions, emosiyalarımız, beliefs, inanclarımız, yəni beynimizdə nəyisə inanmırıq və inanırıq. Phenomena, yəni hansısa fenomenlərdir. Məsələn, savadlı olmaq, nifrət, sevgi, qorxu, dürüstlük, yalançılıq. Bunların hamısı beynin yaratdığı şeylərdir. Beynin məhsuludur da bir sözlə. We cannot count them because they do not refer to anything that has substance or what we can touch. Və bu cümləni bir dənə xoşuma gəlmir. Bu cümləsi xoşuma gəlmir, çünki yazır ki, biz onları saya bilmərik. Niyə ki? Yuxuları saya bilərik, ideyaları saya bilərik. Ona görə də bu cümləni heç sevmədim. Çünki ismin sayılıb-sayılmaması onun konkret və mücərrəd olması ilə qətiyyən əlaqələnmir. Konkret isimlərdən sayılıb-sayılmayanlar da var. Mücərrəd isimlərdən də sayılıb-sayılmayan var. Ona görə də bu cümlə ilə heç razı deyiləm. Bunu siz də anlayırsınız ki, bu düzgün cümlə deyil. Razısınızmı? Abstract nouns-a example-lar veribdir. Məsələn, emotions, feelings, bəli, emosiyalardır, hisslərdir, love, enjoyment, bəli, bir çoxları, yəni ki, mücərrəd isimlərin bir çoxları sayılmayandır. O heç. Amma sayılanı da var. Ona qalsa, konkret isimlərdən də yüzlərlə konkret isimlərin içində sayılmayanı var. Paraşok, su, kofe və s. Yəni çoxdur, yüzlərlə, bəlkə də minlərlə sayılmayan isim saymaq olar ki, onlar konkret isimlərdir, heç mücərrəd deyil. Characteristics.
Hansı xarakteristikalar var? Beauty, confidence, philosophical concepts, etika, justice, yəni neydi o? Ədalət, states of being, yəni insan hal vəziyyəti, freedom, azadlıq vəziyyəti, peace, sülh vəziyyəti, time, məsələn, Friday, amma əslində günləri cəmləmək olar. On Fridays, 5-ci günləri, on Mondays, 1-ci günləri, əslində yəni cəmləmək olar. Cəmləmək olar. Yəni ona görə də bəzi şeylərdən burada razılaşmamaq olar. Burada görürsüz, sadəcə abstrakt kimi verib ki, yəni məsələn, həftənin günləri təbiətdə mövcud deyil. Həftənin günlərini biz öz beynimizdə yaratmışıq. Biz yaşadığımız günləri aylara, illərə, saatlara, saniyələrə bölməyi beynimizdə əmələ gətirmişik. Bu bizim beynimizin məhsuludur. Ona görə abstraktdır. Yaxşımı? Sutka abstrakt deyil. Çünki sutka günün qalxıb enməsini başdan ayağa digər növbəti günü qalxıb enməsinə qədər əhatə edən müddətdir. O bizdən asılı olmayan təbiətdə mövcud olan bir şeydir. Amma sırf saatlara, aylara, illərə, həftələrə, nə bilim nəyə bölmək o bizim beynimizdə mövcud olan bölgüdür. Əslində bu uzatmamağın mənası da yoxdur. Yəni artıq bilirik ki, uzun-uzadı danışmağa da ehtiyac yoxdur. Yəni abstraktdırsa, deməli beynimizdə mövcuddur. Sadəcə bax Friday məsələn deyirəm ki, cəmləmək olar, amma yuxarıdakı cümlədə yazıb ki, hə, abstraktları biz saya bilmərik. O cümlə düzgün cümlə deyil. Making generalizations, ümləşdirmə məsələsi. Görək burada ümləşdirməyə nə deyir? Examples. Bookworms don't usually watch TV. Deməli, kitab qurtları deyəndə, yəni kitab sevərləridir. Kitab sevərlər adətən TV-yə baxmırlar. A bookworm loves the idea that an author can create a world with his or her writing and take readers to it. Yəni, bir kitab qurdu, yəni bir kitab sevər insan düşünür ki, yazıcı belə eləyir. Yəni, cümləni tərcüməyə ehtiyac yoxdur. Burada nəyi göstərmək istəyir? Yəni, əgər biz hər hansısa şəxslərdən, əşyalardan danışırıqsa və müəyyən nəzərdə tutmamışıqsa, qeyri-müəyyəndirsə və sayılan tək isimdirsə, qabağında an artikli olacaq. Yox, əgər qeyri-müəyyəndirsə və cəmdirsə, qabağında heç bir artikl olmayacaq. Çünki dünyadakı mənasında, dünyadakı elə kitab sevərlər TV-yə baxmır. Görürsüz, dünyadakı mənasını verə bilərik. Yəni, çünki müəyyənləşdirməmişik. Bu, bayaq dediyinin təkrarıdır. We can make a generalization about a countable noun in two ways. No article, plural noun, an plus singular noun. Yəni, ümləşdirmə. Generalization nə deməkdir? Ümləşdirmə. Ümləşdirmə nə deməkdir? Yəni, ümumi mənada verirsən. Ümumi mənada vermək nədir? Qeyri-müəyyən məna deməkdir. Yəni, ismi qeyri-müəyyən formada vermək, qeyri-müəyyən artikli ilə vermək, onu ümləşdirmək deməkdir. Yəni, ümumi mənada ifadə eləmək. Çünki dəqiqləşdirmirsən. Biri var spesifik vermək, dəqiqləşdirirsən, verirsən. Bir də var ümumi, general mənada verirsən. General mənada, yəni qeyri-müəyyəndir. Təbii ki, qeyri-müəyyəndirsə, sayılan təkcə an olacaq, sayılmayansa və ya cəmdirsə boş olacaq, artiklsız. İndi ikinci bölgüdə artiklsız verir. Fun is not important for them if it's not related to books. Yəni də kitab sevərlər barədə danışır ki, kitab sevərlər üçün, məsələn, əyləncə kitabla əlaqəli deyilsə, başqa şeylə əlaqəlidirsə, onlara maraqsızdır. Əyləncə. Əyləncə hansı əyləncəni nəzərdə tutmuşuq? Dəqiqləşməyib. Əyləncə sözü burada ümumi mənadadır. Ümumiyyətlə əyləncə. Ümumiyyətlə əyləncə anlayışı onlar üçün maraqsızdır. Əgər kitabla əlaqədar deyilsə. Görürsüz, we don't use an article to make a generalization about an uncountable subject of the sentence. Yəni, əgər sayılmayan ismi qeyri-müəyyən mənada veririksə, dəqiqləşdirməmişiksə, hansısa sayılmayan isimdən danışdığımız dəqiq deyilsə, ümumi mənadadırsa, ümumiyyətlə dünyadakı mənasındadırsa, təbii ki, sayılmayan isim boş olacaq. You always enjoy visiting bookshops and libraries. Belə insanlar həmişə kitab dükanlarına, kitabxanalara getməyi sevir. Görürsüz, bayaq dedik ki, insan getdiyi yeri dəqiq bilməlidir. Amma burada görürsüz, konkret insandan danışmır. Ümumiyyətlə deyir ki, yəni kitab sevər insanlar, kitab sevər insanlar kitab olan yerə getməyə xoşlayır. Yəni hansı yeri deyir, dəqiq deyil də, ümumiyyətlə
Dünyadakı kitab sevərlər dünyadakı kitabxanalara gedirlər. Dünyadakı kitab mağazalarına gedirlər. Başa düşdünüzmü? Yəni buradakı isimlər sadəcə dünyadakı kimi mənasını verir. Dəqiqləşməyib. Bizim üçün heç bilinmir kimdən söhbət gedir. Hansı adamlardan söhbət gedir? Dəqiq bilinir burada. Yox, bilinmir. Prosta kitab sevər adamları deyir. They get pleasure from books only. Onlar həzzi ancaq kitablardan alır. Hansı həzdən söhbət gedir? Bilinir? Yox, ümumiyyətlə. Ümumiyyətlə. Bütün bu cümlələr ümumiyyətlə dünyadakı şeylərdən danışır. Dünyada baş verən şeylərdən və bizim üçün heç müəyyən deyil. Ona görə hamısı boşdur və ya sayılan tək isim isə artiklı iləndir. Cəmdirsə boşdur. Sayılmayansa boşdur. Görək burada nə yazıbdır? To make a generalization about an object of the sentence, countable or uncountable, we don't use an article. Əgər yəni ümumi mənada verirsə, sayılmayansa və ya cəmdirsə article işlətmirik. We use the plural form countable nouns. Yəni əgər isim məsələn sayılansa o cəm formadadır. Uncountable nouns are always singular. Uncountable'lar təbii ki tək olacaq çünki onları cəmləmək mümkün deyil. Bax belə bu unitimiz də sırf qeyri-müəyyən mənada işlənməsidir.